Kod yararlılığını tapmaq üçün düsturdan istifadə olunur. T bərabərdir. A vurulsun B, bölünsün 100 düsturu ilə hesablanır. Burada A toxumun təmizliyi. Təmizlik faizi. B isə cücərmə qabiliyyətidir. Bayaqki hesablamamızda A'nın, yəni toxumun təmizlik faizinin 98%, cücərmə qabiliyyətinin də 98% olduğunu bildiyimiz üçün düsturda yerinə qoyub hesablayırıq. Birləşədə Toxumun təsərrüfatlarının hesablanma düsturu